yeyirsən də yeməyini gündəlik. Aha. Bu aralar yəni ürəyim bulandığı üçün dərman içməmişdən qabaq yeyirdim elə olsa, səhər axşam yeyirdim. Bəli. Qastrit çıxdı. Öd daşı, öd tamam mədəni bürüyüb. Pis vəziyyətdədir mədən durumu. Ona görə bir dənə anal dərman. Bunu biz biləcəyik. Nəcsanəzi gətirirsinizmi? Nəcsanəzi yəni alındıra bilmək, gətirə bilmək. Amma ki, bədəninin hər bir nöqtəsi ağrıyır. Mən sizi ümumiyyətlə izlədim dünən, mənə çox sağ olsunlar yönləndirdilər. Gördüm siz elə yeniyetmə dövründə və siz indi siz o nöqtələri yəni özünüz təyin edirsiniz. Elə mən ona görə deyirəm də, baxın, görsün neçə həkimdən çıxıb gəlmişsiniz. Yəni bu həkimlər biz normalda ümumi diaqnozun hamısına baxırıq. Bir dənə gastroenteroloji çəkib buraxmırıq, gələcək. Bir dənəcisi birinci yoxlayıram, o mənə hər şey göstərir. Baxın, mənim maraqlıdır, bu mənim öz xəstəmdir. Nəsə tapım ki, çünki dərmanı da mən yazacağam və siz mənim üzərimə gələcəksiniz ki, dərmanı sən yazmısan. Ya yaxşı olmalıdır, ya pis olmalıdır. Başa düşürsünüz? Pis olanda da mənə deyəcəksiniz, yaxşı olmalıdır. Mən bunu görməliyəm normalda. Və nəticədə tək qurdu görməməliyəm, qurdu görməliyəm, göbələyi görməliyəm, mikrofloranı görməliyəm, həzm fermentlərini görməliyəm və o həzm fermentləri mənə hansı orqan necə işlədiyini göstərir. Yağı görürəm, mədaltı vəzdən şübhələnirəm, başa düşürsünüz? Sabunu görürəm, öddən şübhələnirəm. Bəli, ona görə baxdım, o qastrit də düzələn bir şeydir, gözəlim. Sən onu qidalanma ilə düzəlirsən, mən də biraz sənə həzm fermentləri yazacağım, onu heç. Bir də səni gəl orada yoxlayım. Dünən də uzun elədi, elə ofis qaldı. Bəs bura? Bura? Bağırsaqlar bütün doludur. Get çölə. Çölə çıxmırsan, ona görə bu vəziyyətdir.